axşam zəngləşdikdə uşaqlarla dedilər ki, bəs halı pisləşib xəstəxanaya aparıblar. Toyu təyin edib, həmin vaxtdan da qızı dəvət ediblər Şaldıq sarayına və toyu keçiriblər. Kəskin böyrək çatışmamazlığı, ağciyər çatışmamazlığı diaqnozu qoyuldu. Astrada dünən toyu olan gəlin qəfil ölüb. Gəlinin 29 həftəlik hamilə olduğu deyilir. Bəli, mən toyda idim, qardaş. Mən də dünən Masal rayonundan Təzəkən kəndindən çıxdım, getdim toya. Toy qəşəng keçdi, normal idi. Uşaq gəldi, meydana çıxdı, normal idi. İndi də axşam zəngləşdikdə uşaqlarla dedilər ki, bəs halı pisləşib xəstəxanaya aparıblar. Səhər də dedilər ki, bəs uşaq rəhmətə getdi, Allah rəhmət eləsin, Allah cəmi övladlar da belədir qardaş. Yəni bu qədər. Xeyr qardaş, yox idi. Elə bir şey yox idi. Meydana da normal çıxdı da indi insan da içəridə bilmə olmaz, amma belə normal idi. Astara rayon Pərikeş ərazi icra nümayəndəliyinə daxil olan Dolu kənd sakini 17 yaşlı Əfsanə İsmailova 20 yaşlı Amil Gövziyevlə dünən Deqədi kəndində şadlıq saraylarının birində toy məclisi olub. Toyda gəlin özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb. Sözü gedən vətəndaş, yəni İmanova Əfsanə Məqsud qızı da həmin kənd sakini olsa da, yəni Pərikeş ərazisində, Dolu kəndində daimi qeydiyyatda olsa da, onlar həmişə Bakıda yaşayıblar, Bakıda olublar. Sonra bəli, hər iki ailə Bakıda yaşayıb, sonradan isə oğlan tərəfi deməli Şaldıq sarayına danışıb ki, onun toyu olacaq. Həmin günü ayın 28-də toy təyin olunub və Şaldıq sarayı da bu barədə demək olar ki, heç bir məlumat qabaqcadan bilməyib. O toyu təyin edib, həmin vaxtdan da qızı dəvət ediblər Şaldıq sarayına və toyu keçiriblər. Hadisə də toyda. Bəli, hadisə də deməli toydan 1 saat keçmiş, qızın vəziyyəti deməli pisləşmiş, dərhal Astara rayon mərkəzi xəstəxanasına aparılmış, həkimlər tərəfindən müayinə olmuş və məlum olmuşdur ki, qızın bətnində 7 aylıq döl tələf olmuş və bu səbəbdən də qızın həyatını xilas etmək mümkün olmamışdır. Yəni onlar sırf toy etmə məqsədi ilə Bəli, sırf toy etmə məqsədi ilə Bakı şəhərindən gəliblər, toy vaxtını müəyyənləşdirib və toyu 28 oktyabr saat 1-də, yəni 13:00-da keçiriblər. Həkimlərin səylərinə baxmayaraq, Əfsanə İmanovanın həyatını xilas etmək mümkün olmayıb. 28 oktyabr 2025-ci il tarixdə gecə saat 10 radələrində Mərkəzi rayon xəstəxanasının qəbul şöbəsinə təcili tibbi yardım maşını ilə daxil olmuşdur. Daxil olarkən xəstədə 29 həftəlik hamiləlik ölü döl aşkarlandı. Yüksək hipertermiya, xəstə doğum şöbəsinə evakuasiya olundu. Buradan xəstə septiki şok, kəskin böyrək çatışmamazlığı, ağciyər çatışmamazlığı diaqnozu qoyuldu. Dərhal reanimasyon tədbirlər başladı. Lakin göstərilən bütün reanimasyon tədbirlərlə rəğmən xəstədə heç bir irəliləyiş olmurdu. Getdikcə saturasiyası düşür, təzyiq hipotoniya vəziyyətində və xəstə sünni ventilyasiya aparatına, tənəffüsün sünni ventilyasiyası aparatına qoşulmaq üçün dərhal reanimasiya şöbəsinə qaldırıldı. Oradan göstərilən bütün reanimasyon tədbirlərə baxmayaraq səhər saat 6 radələrində xəstədə bioloji ölüm baş verdi. Meyit təşrif olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon zona mərkəzinə təhvil verilib. 17 yaşlı gəlinin hansı səbəbdən öldüyü ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Nizami Rəsulov, Elvin Ələkbərov, xüsusi olaraq Dinas TV üçün.